Salam, hər vaxtınız xeyir olsun. 6-cı videomuzda da sizinlə yeni bir inşa üzərində çalışacağıq. İnşamızın başlığı budur. Kredit kartları insanlar üçün faydalıdır. Beləmi düşünürsünüz? Niyə və ya niyə yox? Do you think credit cards are useful for people? Why or why not? Deməli, inşamızda əvvəlki videolarda da qeyd etdiyim kimi müəyyən texnikalar, cümlə texnikalarından istifadə olunub, bağlayıcılardan, dimin tələblərinə uyğun olan müsbət mənfi tərəflərindən, nəticə cümləsindən və ya misallardan, nümunələrdən istifadə olunub. Birbaşa birinci cümlədən başlayırıq. Deməli, birinci cümlədə hər zaman in my opinion və digər in my view kimi başlanğıclarla başlayırıq. Hər zaman yox, yəni adətən. Bu səfər mənim baxış bucağımdan, yəni from my perspective. Bu kimi təbii ki, başlanğıc linking wordsləri çoxdur. Bugün bu linking wordsdən istifadə edəcəyik. From my perspective. Mənim baxış bucağımdan deməkdir. Mənim baxış bucağımdan. Kredit kartları insanlar üçün faydalı ola bilər. Bu cümləni oxuduq. Birinci cümləni ingilisinə keçirməmişdən öncə, əvvəlki videolarda da dediyim kimi hər zaman birinci mübtəda nədir, onu təyin edin. Sonra xəbəri varsa tamamlıq, sonra digər cümlə üzvləri. Məkan, zaman varsa birinci məkan, sonra zaman. Əsas mübtəda xəbərdən qurtulmaqdır. Bu cümlənin mübtədası kredit kartları insanlar üçün faydalı ola bilər. Cümlənin mübtədası kredit kartlarıdır. Kredit kartları credit cards yazacaq. İndi biraz məsafə qoyuram. Hər zaman mübtəda xəbər və digər cümlə üzvləri arasında çalışıram. Biraz məsafə qoyum ki, cümlə özünü ayıra biləsiniz. Credit cards, burada vergülümüzü qoyaq. Kredit kartları insanlar üçün faydalı ola bilər. Bu cümlənin xəbəri ola bilərdir. Ola bilər. Olmaq normalda be-dir, amma bilər sözü xəbərin yanına gəldisə, ingilis dilində xəbərin əvvəlində can. Təbii ki, may də ola bilər, amma əsasən can istifadə olunur. Be olmaq can be ola bilər. Credit cards, kredit kartları can be ola bilər. Mübtəda xəbəri verdik. Mübtəda xəbəri verdikdən sonra artıq baxırıq ki, cümlədə hansı cümlə üzvləri qalıb. Kredit kartları ola bilər, faydalı insanlar üçün. Təbii ki, faydalı ola bilər. Zaten bir yerdə əsas xəbərin tamamını təşkil edildiyinə görə faydalını can be-nin yanına yazacaq. Can be useful, faydalı, usefuldur. Can be useful, faydalı ola bilər, qaldı insanlar üçün. Təbii ki, üçündür və ya dadə sözünlər ümumiyyətlə ingilis dilində sözün əvvəlində işləndiyinə görə insanlar üçün yox, üçün insanlar yazacaq. Üçün for, insanlar da ümumən people yazacaq. İkinci cümləmizə keçirik. Onlar faydalıdır. Onlar faydalıdır. Bu cümlənin mübtədası onlar, they. Faydalıdır, dırdir. Bu cümlə hərəkətsiz cümlədir. Hərəkətsiz cümlələrdə, yəni xəbərə əsasən inşalara nəzərən deyə bilərəm ki, əsasən çox zaman dırdir olan, xəbəri dırdir olan, əsasən çünki 11-lərin inşası bu tip inşalar indiki zamanda yazılır. İdi yox, yəni was were yox, dırdir is are olaraq qeyd olunmalıdır. They are, onlar dırdir. Bunu yazandan sonra geri qalanı yazırıq. Faydalı, faydalı biraz əvvəl useful yazıq. Artıq təkrarçılığa çox da ehtiyac yoxdur inşada. Ona görə helpful məsələn yaza bilərik. Practical, helpful, useful, convenient var, rahat, uyğun, münasib. Handy var, biraz daha çox məişət dilində işlənən sözdür. Yəni müəyyən sinonimlərdən istifadə edə bilərik. Bir sözün bir çox sinonimləri var ki, onlardan istifadə edə bilərik ki, inşamızda təkrarçılıq olmasın. They are helpful, onlar faydalıdır. Çünki, because. Keçirik yeni cümləmizə. İnsanlar əşyaları tez ala bilər. Yəni insanlar nələrisə əşyalardır, yəni təbii ki, bu things olaraq tərcümə olacaq ingilisində. Bu da nələrisə mənasındadır. İnsanlar people və ya məsələn bax burada da people verdi. İnsanlar üçün faydalıdır, insanlar ala bilər. Bəli, burada people verməyimizin böyük bir problemi yoxdur. Sadəcə məsələn biraz artıq bu şeylərə hazır olmalıdır inşa yazan şagirdlər ki, məsələn buyers alıcılardır. Alışveriş edən alıcılar yəni. Təbii ki, burada söhbət kredit kartı ilə nəsə almaqdan getdiyinə görə people-ı buyers ilə əvəz edə bilərik. Buyers deməli insanlar, xəbərimiz nədir burada? Ala bilər. Bilər yenə can. Modal feildən ümumiyyətlə inşalarda çox istifadə olunur. Bu inşada səhv eləmirəmsə digər inşalara nisbətən daha çox sanki modal feildən, bilərdən, kəndən istifadə elədim. Problemi yoxdur. Amma yenə də yəni hər şeyin öz proporsiyasını qorumaq daha yaxşıdır. Can buy.
Buy almaqdır, can buy ala bilər. Buyers can buy, alıcılar ala bilər. Aha, mübtəda xəbərdən qurtulduq. Qaldı nə? İnsanlar ala bilər və ya alıcılar ala bilər əşyaları. Tez, aha, əşyaları burada tamamlıqdır. Aha, mübtəda xəbərdən sonra hər zaman varsa birinci tamamlıq verilməlidir. Tezi saxlayırıq sonra. Əşyaları nəyi? Təbii ki, tamamlıq nəyi, nəyə, kimi, kimə sualına əsasən cavab verir ki, nəyi sualına cavab verəni birinci xəbərdən sonra gələni yazmaq lazımdır. Bu da olacaq things. Buyers can buy things. Burada buyers təbii ki, alıcılar olduğuna görə burada insanları silib alıcılar olaraq da yaza bilərik. Neyse ki, burada biraz qalın düşdü. Alıcılar əşyaları tez ala bilər. Qaldı tez. Tez təbii ki, biz burada tezi təcili şəkildə olan mənasında və buyers can buy things təcili şəkildə, tez, sürətlə. Təbii ki, normal bildiyimiz tez quickdir. Təbii ki, burada adı quick yox, quickly olacaq. Çünki ly şəkilsi l-yı bilirsiniz ki, hərəkəti bildirəndə. Məsələn, quick burada nə deməkdir? Sürətlə. Tez. Tez burada ala bilməyə aiddir. Hərəkətə aid olanda sifət. O zaman bu sifət yox, zərf olacaq, ly artırılacaq. Adətən bu xətanı şagirdlər çox edir, ona görə deyirəm. Əgər burada quick sözü things-ə aid olsaydı, tez şeylər, bu da təbii ki, məna baxımından səhvdir, ismə aid olsaydı, o zaman bəli, quick olacaqdı. Amma hərəkətə aid olduğuna görə ly şəkilsi quickly olaraq qeyd ediləcək. Bu xırda məsələdə diqqət edin. Məsələn, nümunə olaraq veririk. For example, məsələn, kiminsə təcili dərman almağa ehtiyacı ola bilər. Kiminsə bir şəxsin və ya kiminsə someone verə bilərik. Somebody, someone. Kimsə demək, kimsə təcili dərman almağa ehtiyacı ola bilər. Kiminsə deyəndə kimsə olaraq qeyd edəcəyik. Bu mübtədamızı kimsə təcili dərman almağa ehtiyacı ola bilər. Ehtiyacı ola bilər verməliyik burada. Ola bilər yenə, daha doğrusu bilər yenə kəndi. Hətta burada may də vermək olar. Bilirsiniz ki, can də bilərdi, may də bilərdi. May biraz ehtimal mənasındadır. Burada da ehtimal mənası yerinə düşdüyünə görə can yox, maydən istifadə edə biləcəyik. Təkrarçılıq da olmasın. May need. Need ehtiyacı olmaqda, may need ehtiyacı ola bilər. Someone may need. Kimisə ehtiyacı ola bilər. Nəyə ehtiyacı ola bilər? Dərman almağa, təcili dərman almağa. Aha, təcili dərman almağa. Biz burada təcili dərman almağını necə? Əvvəla burada tamamlıq təcili yox, dərman almağadır. Feili birləşmələr tamamlıq olduqda bunu necə yazmaq lazımdır? Bu məsələyə xüsusi diqqət yetirmək lazımdır. Mağa, məyə, maq üçün, mək üçün bu kimi ifadələri, cümlənin ortasında gələn mağa, məyə, maq üçün, mək üçün ifadələri biz normal verəcəyik ingilis dilində to-la. May need to buy. Aha. Yəni to-nun mənası, bu to-nun mənası mağa, məyə, maq üçün, mək üçündür. Bəzən üçün görən kimi şagirdlər qaçır dərhal for-a. Bəli, for üstə gəlib feilin aincili forması da bunu bildirə bilər, amma o biraz hərəkətin özünə kökləndiyinə görə bəzi cümlələrdə ümumiyyətlə yanlış hesab olunur. Yəni to ilə for aincinin fərqi çoxdur. Ona görə burada mağa, məyə, maq üçün, mək üçün, yəni planlı bir hərəkətdən danışılırsa, mütləq to ilə onu ifadə eləməlisiniz. Someone, kiminsə may need ehtiyacı ola bilər, to buy, almağa, buy, almaq, yəni aldı, belə deyək sözün kökü, to da mağa, almağa, nəyi almağa? Dərman. Medisin və ya medisini sahil mənşimdə götürüb medisində yaza bilərik. İndi burada bir məsələ də var idi, buna da diqqət edin. Dərman almağını niyə biz dərman almağı yox, almağa dərman yazdıq? Belə xırda şeylərə biraz diqqət eləmək lazımdır. İngilis dilində feili birləşmələr, ümumiyyətlə, hər zaman feili birləşmələrdə feil əvvələ keçir. Məsələn, futbol, hər zaman bunu deyirəm. Bəlkə də hər videomuzu dinləyən bunu artıq eşitməkdən bezib olsun, amma bunu hər zaman yadda saxlamaq lazımdır. Məsələn, futbol oynamaq yox, oynamaq futbol. Futbol, oynamaq da ingilisdə playdir. Futbol, play yox. Play futbol deyirik biz ingilis dilində. Çünki birinci feil gəlir, sonra isim. İngilislərdə hər zaman belədir. Feili birləşmələrdə feil əvvələ keçir, isim sonraya. To buy medicine, təcili də məsələn urgently verə bilərik. Təcili şəkildə olduqda, yəni urgently onu əvəz edə bilir. Keçək dördüncü cümlə. Diqqətlə istifadə olunan kredit kartları, bu hansı quruluşa aiddir? Diqqətlə istifadə olunan an şəkilsi. Diqqətlə istifadə olunan kredit kartları, biz bunu bu cümləmizin mübtədasıdır. Əvvəla bunu deyim. Diqqətlə istifadə olunan kredit kartları həyatı daha asan edə bilər. Burada diqqətlə istifadə olunan, çərçivəyə aldığım diqqətlə istifadə olunan kredit kartları bir yerdə mübtədadır və mübtədanı belə olduqda, an şəkilsi ilə təsvir olduqda who, which
mexanizmini yadda saxlayın. Biz bunu ingiliscəsində tam tərsinə deyəcəyik. Kredit kartları on an, yəni which, hansı ki, biz bunu təbii ki on an yox, hansı ki olaraq deyirik. Hansı ki istifadə olunur, diqqətlə. Tamamilə tərsdən. Belə ifadələri on an-lə, məsələn, qırmızı papaq geyinən oğlan, qara rəngdə olan kitab, bu kimi istər canlıda, istər cansızda. Təbii ki, canlıda who, cansızda which ilə təyin edirik. Relative pronouns qrammatik qaydasına keçən şagirdlər daha yaxşı anlayar. Amma bu ifadələri hər zaman tərsdən yazırıq. Birinci kredit kartları, credit cards. Which, bax bu hissəyə diqqət edin. Niyə bunu deməli dairəyə alıram? Çünki an-əni əvəz edən, sanki lord eləsə, an-əni əvəz edən which-dir. Təbii ki, an-əni hansı ki mənasına deyirik. Credit cards which. Kredit kartları hansı ki istifadə olunur. Aha, burada başqa bir texnika da var. İstifadə etmək use'dur. Amma burada istifadə etmək yox, edilmək deyir kimsə tərəfindən. Özü istifadə etmir, edilir. Biz burada use yazsaq belə olur. Kredit kartları hansı ki istifadə edir. Kredit kartı istifadə etmir ki, edilir. Kimsə tərəfindən edilir olduqda passive voice qaydası, məhsul növ qaydası, yəni to be V3 düsturu. To be nədir? Əmizar, təbii ki izar olacaq burada indiki zaman olduğuna görə və credit kartdan söhbət getdiyinə görə, cəm olduğuna görə are verəcəyik. To be və feilin üçüncü forması. Üçüncü forması dedikdə kökündən dəyişən və ya id şəkil səbəb olunan formadan söhbət gedir. Credit cards which are used. Kredit kartları which, hansı ki are used, istifadə olunur, istifadə edilir və ya edir yox ha, edilir. Bu hissəyə də diqqət edin. Bu da passive voice oldu. Bunu da hətta biz deməli çərçivəyə alıb müəyyən formada göstərə bilərik. Yəni bu da passive voice-in texnikasıdır. Aha, kredit kartları hansı ki istifadə olunur, diqqətlə verə bilərik. Burada təbii ki carefully, diqqətlə sözü attentively də olar, amma burada carefully daha düzgündür. Credit cards which are used carefully. Aha, mübtədanı bitirdik. İndi keçirik xəbərimizə. Həyatı daha asan edə bilər. Edə biləri ümumiyyətlə xüsusi bir feil olaraq yadda saxlayın. Edə bilər, nəyisə xoşbəxt etmək. Etmək üstəgəl sifət olduqda asan etmək, xoşbəxt etmək, yaxşı etmək, pis etmək. Make-li ifadəli bunlar. Make verəcək. Təbii ki makes yox, make verəcək. Çünki söhbət kredit kartlarına gedir. Cəm olduğuna görə xəbər də cəm olacaq make. Deməli make edir həyatı, life easier. Bax belə yazdım. İndi bunu açıqlayım sizə. Make-li ifadələrdə biraz əvvəl dediyim kimi asan edə bilər, ondan sonra xoşbəxt edə bilər, çətin edə bilər, hər cür sifətlə edə bilər və ya edir mənasında dedikdə make üstəgəl sifət qaydasını yada salın. Make happy, make easy, asan edər, make happy, xoşbəxt edər, make difficult, çətin edər. Amma burada bir nüans var ki, tamamlıq ki var, həyatı, nəyi sualına cavab verən biraz əvvəl dedim. Tamamlıq make ilə easy-in, yəni make-li ifadənin arasına girir. Make-li feilin make ilə sifətin arasına girir. Daha sadə belə deyim. Make ilə sifətin arasına girməlidir. Və salam. Yəni çox ətraflı danışılacaq bir şey yoxdur. Sadə qeyddir. Kim başa düşməsə təkrar 20 saniyə, 30 saniyə əvvələ keçib yenidən baxa bilər. 5-ci cümləyə baxırıq. İnsanların hər gün çox nağd daşımağa ehtiyacı olmayacaq. İnsanların ehtiyacı olmayacaq. Acaq, əcək, bu gələcək zamanda. Buna diqqət eləyək. Burada da bir texnika var. Gələcək zaman. Gələcək zamanın ingiliscə nə verəcək? Təbii ki will-lə. People. Burada bir məsələ də var. Bəzən uşaqlar məsələn belə olanda insanların ehtiyacı var. İnsanların var. Burada ın şəkilsini görürəm. Mən də people apostrof s falan verilə. Xeyr, bu insanlar ehtiyaclıdır mənasında dəsinə. Biz insanların ehtiyacı var deyirik. Məsələn, mənim var, I have-dir. Əslində I have, mən sahibəm deməkdir. Amma biz mənim var deyirik. Orada mənim, im sanki mənsubiyyət kimi görsənir. Amma ingiliscə belə bir şey yoxdur. Yəni insanlar ehtiyaclıdır. People will need. Burada inkar var. Will not need. Will not need. Təbii ki will shall, do did does kimi deyil. Will shall modal feil hesab olduğuna görə inkarını özü yaradır. Necə ki can, cannot olur. Will shall də will not, shall not olur. Will not need. People, insanların ehtiyacı olmayacaq. Will not need. Nəyi sualına verən üçüncü gəlməlidir. Xəbərdən sonra gəlməlidir. İnsanların ehtiyacı olmayacaq. Nəyə?
Nağd pul daşımağa. Təbii ki, yenə biz necə yazacağıq? Daşımağa nağd pul. Mağa məyəni biraz əvvəl 3-cü cümlədə də ətraflı izah elədim. Necə yazacağıq? To-la. To carry. Nağd pul nədir? Cash. Feili birləşmədə də daşımaq nağd pul deyəcəyik. Feili əvvələ keçirəcəyik, sonra isim. Bütün feili birləşmələrdə biraz əvvəl dediyim futbol oynamaq məsələsinə toxunsaq, eyni məsələdir. Hər zaman feil əvvələ keçməlidir. People will not need to carry cash. İnsanlar ehtiyacı olmayacaq nağd pul daşımağa. Aha, qaldı burada sanki bir dənə hər gün. Hər gün də everyday'dir. Everyday. Aha, cümləmiz bitdi. Bir vacib qayda pulu ağılla xərcləməkdir. Bir vacib qayda. Mübtədamız bir vacib qayda. One important rule. Çox sadə. Bir vacib qayda, rule. Pulu ağılla xərcləməkdir. Bu cümlənin xəbəri dırdirdir. Dırdir iz verəcək. İz və ya ar. Dırdirli cümlələr, hərəkətsiz cümlələr iz və ya ar verilir. İz, dırdir nədir? Bir vacib qayda pulu ağılla xərcləmək. Pulu ağılla xərcləmək. İndi biz bu feili birləşməni biraz əvvəl dediyim əsasən necə yazacağıq? Pulu ağılla xərcləmək yox, xərcləmək pulu ağılla. Hər zaman feil əvvələ keçməlidir, sonra isim gəlməlidir yanında. Xərcləmək nədir? Spend. Maqmək, əsasən cümlənin ortasında maqmək şəkilçisini biz ing ilə verə bilərik. Əgər hərəkətin özünə köklənirsə, hərəkəti məsələn biraz əvvəl mağa məyə, hərəkətə sanki məsələn gələcəkdə bir plan kimi düşünüldüyünə görə to-la verilir. Amma burada birbaşa hərəkətin özünə köklənir. Bir vacib qayda xərcləməkdir. Söhbət hərəkətin özündən getdiyinə görə buradakı maqməci artıq ing ilə verəcəyik. Maqməqlər hər zaman to-la verilmir. Bəzən yerinə düşəndə ing də verilir, hərəkətin özünə köklənəndə. Is spending xərcləməkdir. Nəyi xərcləməkdir? Pulu. Azərbaycanda ne yazalım? Spending money. Ağılla burada cleverly yox, wisely olsa daha yaxşı olar. Niyə? Wise, clever'in fərqi var. Clever ağıl deyəndə intellektual, yəni yaxşı düşünən, sanki ağıllı, çalışqan mənasına yönəlir. Amma wise isə təcrübəli mənasında olduğuna görə biraz bu daha düzgündür. 7-ci cümlədə kredit kartları həmçinin insanlara lazımlı əşyaları onlayn almağa kömək edir. Aha, yenə bu cümlənin mübtədası credit cards. Credit cards. Səhv yerdə yazdıq. Credit cards həmçinin kömək edə bilər. Also kömək edir daha doğrusu. Help people. Aha, bunu izah edeyim. Bu cümlənin mübtədası credit kartsı, xəbəri helpdir. Also bilirsiniz ki, həmçinin axırda to-la verilir, amma ən çox also istifadə olunur və also mübtəda ilə xəbərin arasında qeyd olunmalıdır həmişə. Niyə helpdən sonra people yazdım? People burada tamamlıqdır. Bax, mübtəda, help, xəbər, people tamamlıq. Also da mübtəda xəbərin həmin zaman arasına girir. Credit cards also help people, həmçinin kömək edir insanlara. Nəyə kömək edir? Lazımlı əşyaları onlayn almağa. Nəyə kömək edir? İnsanlara lazımlı əşyaları onlayn almağa. İndi burada yenə bu lazımlı əşyaları onlayn almağa ifadəsini yenə feili əvvələ keçirərək yazır. Çox önəmli məsələdir bu. Yəni şagirdlərin ən çox əziyyət çəkdiyi məsələ görəsən feili birləşmələri hansından birinci başlayaraq yazımdır. Lazımlı əşyaları onlayn almağa biz bunu belə yazacağıq. Almağa, sonra üstəgəl isim, feil üstəgəl isim. Lazımlı əşyaları onlayn daxildə yazacaq. People almağa, mağa məyə nə idi? To buy. Əvvəlki cümlədə də qeyd elədim, artıq indi qeyd eləmək ehtiyac yoxdur. To buy almağa, nəyi almağa? Lazımlı əşyaları. Lazımlı needy və ya necessary daha düzgündür. Necessary. Düzgün. Necessary things online. Bəzi ödənişlər təhlükəsizlik üçün banklar tərəfindən qeyd olunur. Aha, bəzi ödənişlər some payments. Bəzi ödənişlər some payments. Bu cümlənin xəbəri qeyd olunur deməkdir. Biraz əvvəl də dediyim kimi burada deməli burada rəngdə qeyd elədiyim kimi səhrai rəngdə qeyd elədiyimiz istifadə olunur. Are used, yəni istifadə edilir sözündə də qeyd elədiyimiz kimi burada passive voice var. Bəzi ödənişlər qeyd edir yox, edilir, yəni olunur. Qeyd etmək record verə bilərik. Qeyd edilir isə are recorded. Bax, düstura bax. Are burada nədir? Are to be-dir. Ed də feilin üçüncü forması. Yəni bu bir yerdə passive voice-dir. Passive voice isə deməli artıq to be verb düsturunda yazılmalıdır.
qeyd olunur, are recorded. Some payments are recorded. Bəzi ödənişlər qeyd olunur. Banklar tərəfindən təhlükəsizlik üçün. Banklar tərəfindən təhlükəsizlik üçün axırda yazacağıq. Tərəfindən baydır. Təbii ki, banklar tərəfindən yox, tərəfindən banklar yazacağıq. Tərəfindən banks. Təhlükəsizlik üçün yox, üçün təhlükəsizlik yazacağıq. Təbii ki, burada bütün sözlər hər zaman əvvəldə gəlir. For safety. Baxmayaraq ki, although deməli, burada bağlayıcımız olacaq. Baxmayaraq ki, kredit kartları faydalıdır. Credit cards are-dır yenə are. Faydalıdır biraz əvvəli useful verdi, helpful verdi. İndi yenidən useful verə bilərik. Çünki axırda da baxıram, insanlar üçün də nə faydalıdır var. Burada practical verərik. Məsələn, burada convenient də verə bilərik. Məsələn, convenient. Rahatdır, yəni əlverişlidir mənasına deməli convenient. Although credit cards are convenient, baxmayaraq ki, kredit kartları faydalıdır. Onlar problemlərə də səbəb olur. Keçsək negativ mənalarına. They, onlar səbəb olur. Səbəb olmaq kaosdur. Səbəb olur. Burada hətta can cause da verə bilərik. Nəysə ki, cause olsun. Sonraki cümlələrdə can var zaten. They cause, onlar səbəb olur problemlərə. Problemlərə də verilib, axırda to verərik. Bəzi problemlər də verə bilərik orada. Some problems. Bəzini özündən artırdım. Əslində burada yox idi. Hətta burada neysə yazmayaq. They can cause some problems too. Burada da to axırda yazdıqda dadə mənası. Yəni sanki burada dadəni əvəz edir. Bunu da qeyd eləyək. 10-cu cümlədə insanlar sahib olduqlarından daha çox pul xərcləyə bilər. Mübtədamız insanlardır. People. İnsanlar. Xəbərimiz nədir burada? Xərcləyə bilər. Xərcləyə bilər nədir? Bilər can və ya canı çox verdi, demək verək bu səfər. Çünki burada ehtimal mənası vurğusu var. Yəni problemlərdən biri budur ki, nağd pul yox. Kartda pul olduqda təbii ki, bu ən aktual problemlərdən biridir ki, insanlar daha çox pul xərcləməyə meyillənir. Və burada ehtimal olduğuna görə can yox, bacarmaq mənasına görə ehtimal mənasına maybe-ləri verə bilərik. People may spend, spend də xərcləməkdir. People, insanlar may spend, xərcləyə bilər. İndi mübtəda xəbəri veririk. Mübtəda xəbərdən sonra nə gəlməlidir? Tamamlıq. Tamamlıq nədir? Xərcləyə bilər nəyi? Nəyi sualına cavab verəndir? Daha çox pulu, daha çox pul, daha çox mordur. Ümumiyyətlə, daha çox sözü inşalarda çox istifadə olunur. Unutmayın, daha çox more, money, more money. Daha çox pul. People may spend more money. Sahib olduqlarından, bu dandən müqayisə olan dandən olduğuna görə bu zənnlə verəcək bunu. Bu dandən ingiliscə qarşılığı zəndir. Yəni bu nədənsə üstün, nədənsə yaxşı, pis, müqayisə olan dandən yadınızda qalsın zəndir. Dandən sahib olduqları, dandən sahib olduqları nədir? They have. Ümumiyyətlə, burada sahib olduqları, burada əslində bir cümlə var sanki. Yəni, onların sahib olduqları yazacaq. Biz, Azərbaycan dilində bəzən şəxs əvəzliklər ixtisar olunur. Məsələn, kitabım deyə bilirik. Budur kitabım. Məsələn, belə bir cümlə deyirik. Budur kitabım. Burada im şəkilsi mənim şəxs əvəzliyini bildirdiyinə görə, yəli əvəzliyini daha doğrusu bildirdiyinə görə artıq biz burada mən deməyə ehtiyac yoxdur. Amma ingiliscində bu şəkilsilər olmadığına görə, yəni mütləq burada əvəziyi verməliyik, zeyi verməliyik. Sahib olduqları yox, onların sahib olduqları. Then they have. Burada zey əvəziyini mütləq verməliyik. 11-ci cümlədə nəticədə as a result, ən geniş yayılmış bağlayıcılarımızdan, linking wordslərimizdən biri. Onlar daha sonra ciddi borcla qarşılaşa bilər. Bir dənə də negativ bir cümlə. Onlar üzləşə bilərlər, qarşılaşa bilərlər, belə verə bilərik. They can face. Bilər burada təbii ki, yenə kənlə verdik. Qarşılaşa bilər nəyinəsə üzləşmək mənasında olduğuna görə face vermək olar. They can face, onlar qarşılaşa bilərlər. Nə ilə qarşılaşa bilərlər? Ciddi borca, onlar daha sonra ciddi borca onlar qarşılaşa bilər. Nə ilə? Ciddi borcla. Daha sonranı sonra yazacaq. Ciddi borca nədir? Ciddi serious verə bilərik. Borca debtdir. They can face serious debt. Daha sonra təbii ki, burada sonrasında mənasında later verə bilərik. Afterwards və ya later daha düzgündür. They can face, onlar üzləşə bilər. Serious debt, ciddi
borcla sonralarda. Ümumiləşdirsək təbii ki, ümumiləşdirmək sözünü in conclusion var nəticə cümləsində, consequently biraz çox da uyğun gəlməsə də, to sum up var, nəyisə ümumiləşdirsək, xülasə mənasında deyəndə, şriftimizi düzəldək, fontumuzu. To sum up, ümumiləşdirsək, kredit kartları onları diqqətlə istifadə edəndə faydalıdır. Credit cards. Burada credit cards mübtədası biraz çox oldu, artıq 4 cümlədə oldu. Eybi yox. Yəni əsas söhbətimiz credit cards olduğuna görə onu dəfələrlə bir neçə dəfə, 4 dəfə falan təkrarlamağın bir problemi yoxdur. Credit cards insanlar onları diqqətlə istifadə etdikdə faydalıdır. Kredit kartları faydalıdır. Əsas cümlənin mübtəda xəbəri budur. Faydalıdır. Are, yenə dırdır. Are useful yox, bu səbəb practical verək. Bunu səbəblərimizə yazmadıq. Practical, faydalıdır. Edəndə, anda, əndə, bəli, bu cümlə texnikasında yadda saxlayaq. Bu da çox istifadə olunan məsələlərdən biridir. When anda, əndə mənasındadır və anda, əndə bizim dildə necə sadə deyilə bilər, görsənə bilər. Amma ingiliscə bu texnikanı yazanda mütləq belə deyək, when-dən sonra cümlə, yəni mübtəda xəbər olaraq yazmaq lazımdır. Credit cards are practical when nə zaman ki insanlar onu diqqətlə istifadə edir. İstifadə edəndə verilib. Biz anda, əndəni when-lə yazdıq və insanlar onu diqqətlə istifadə edir. İnsanlar, people use them, onları verib də, onları təbii ki them olacaq. People use them, insanlar istifadə edir, onları diqqətlə, carefully. Salam, bu da bizim sonuncu cümləmiz. Maraqlı texnikalar var idi. Burada bax, bu səhrai, bənövşəyi, səhrai rəngdə qeyd elədiklərim passivdir. Digər göy rəngdə olanlar fərqli cümlə texnikalarıdır. Hər biri altında olan aid olduğu cümləyə aiddir. Bağlayıcıları diqqətlə yadda saxlayın. Təkrarda baxa bilərsiniz. Əla mətn idi. Təşəkkürlər diqqətiniz üçün. Sağ olun.